Hər kəsi salamlayıram. Bugün biz sizinlə Minecraft oynayırıq. Bəli, bu doğrusu Minecraftımıza girək və oynayaq. Gəlin təzə bir hesab quraq. Bəli, indi gözləməliyik. Minecraft oynayanlar buraya yazsınlar yorumlara. Bəli, oyun açılır, gözləyirik. Açıldı. İndi bir də yeni dünya oluşturaq. Adımız, yani YouTube kanalımın adı olsun. Cahid BMW 2. Bəli. Bunu yazdıq. İndi işleniyor, hazırlanıyor. Bugün sizinle bir yerde ev kurmaya çalışacağız. Güzel bir ev. Maddeler zaten yetmeyecek. Bəli, açılmasını gözləyirik. Yavaş yavaş açılır. 5, 6, 7, 8, 9, 10, 20, 30, 40, 50, 60, 70, 80, 90 ve 100. Bəli. Açılır indi. Dünya. Və belə bir yerdə doğulduq. Bəli, indi də bir damcı gəzək, köy zat axtaraq, tapmasaq, gedərik, odun qazarıq, sonra ev düzədərik. Və deyəsən yoxdur yaxınlarda, gedək biz odun qıraq. 2 stek, 2.64'lük odun lazımdır bizə. 3 dənə dəmir, 20 dənə dəmir tapmalıyıq. Ona görə madənə girməliyik. Bəli, indi mişqat oynayıram mən. İndi taxta düzəldək. 16 dənə taxtamız oldu. İndi Craft table düzəldək. Çalışma masası. Bəli, indi bunu qoyaq. Buradan bir tane de çubuq və kazma düzəldək. Kazma harda? Kazmanı burada. Kazma düzəltdik. İndi yaxınlardan zombi səslər gəlirdi. Deyəsən madən var. Gedək həmin madənə baxaq. Deyək burada madən. 3 dənə dəmir tapmalıyıq. Aha, dəmir. Dəmir dedik, dəmir çıxdı. Çox asan bir şəkildə. İndi daş qazma eləməliyik, çünki dəmiri qırmalıyıq. Bəli, indi daş qazırıq. 3 dənə qazaq. Daş qazma eləyək. Çalışma masamız orada qaldı. Heç nə olmaz. Ay, zombi. Zombi öldürmək çox çətindir mənim üçün. O yanır burada. O yanana kadar. O ölər deyəcək. Mən bura qoydum. Yəqin ölər o. Qoy burası. Yandırdı ya məni. Gəlin bunu qazaq. Adımız çox işlətməyək. Bəli, bunu qazdıq. Daş qazmamızı götürdü. Təsədən getdik madənə. Oradan zombiler gəlir. Buradan lava var. Buradan bitişi var. İndi daş qazırıq dostlar. Daş deyirəm. Dəmir. Aha, çoxlu dəmirlər çıxır. Bunlar mənə bəs eləyər. 8 dənə dəmirimiz oldu. Burada bir dənə dəmir var idi. Burada. Bunları da qazaq. 2 dənə.
Aha, çoxlu çıxmağa başlayır. 3, 4, 5, 6, 7. Uyda çox çıxdı. 8, 9. Bəli, 9 tane dəmir çıxdı burada. Uyda. Gedək o bir tərəfə baxaq, dostlar. Bura böyük maden oxşuyur, ona görə risk almayaq. Gedək 12 tane dəmir bizə çox deyil burada böyük maden. İndi bir tane daş qırmalıyıq, çünki dəmirləri pişirməliyik. Ona görə də adı neydi o? Neyse, pişirmək üçün bir şey hazırlamalıyıq. 9 tane bəs eləyər. 8 tane düzəldilir. Çalışma masamızı bura qoyaq və gedək fırın düzəldək. Hə, fırın, adı fırınmış. Qoyduq fırınımızı bura. İndi bunu qoyaq. Kömür tapmalıyıq dostlar. Kömürümüz yoxdur. Aha, odun qırıb odunumuzu qoya bilər. Çünki kömür tapmaq, madənə düşmək istəmirəm. Risk almaq istəmirəm. Yeməyimiz acırıq ha. Yemək tapmalıyıq. 3 tane odun bəs eləyər. 16 tane taxta. Yox. 12 tane taxta olacaq. 12 tane taxta düzəldək. 14 tane, 15 tane taxtamız oldu. Bunlar da yəqin çatar da pişməyə. Zombesini hələlik yeyək. Ona da can aparmır. İndi bunlar pişsin. Toyuq tapdım. Gedək onu öldürək. Dəmcə yeməymiş olsun. Bəli, öldürdüm. Gedək bax ki, neçədənmişim dəmirimiz. 3 tane oldu ücə. İndi bunun içindən 2 tane götürməliyik. 2 tane götürdük, bəli. İndi çubuqdayıq və odundan çubuq düzəldək. Çubuğumuz necə düzəlir? Buradan düzəldək çubuq. İndi demir balta düzəldək. Damcı yemək tapaq, sonra gelişləməyə başlayaq. Odun qıraq. Bəli, bunu da öldürdük. Bir tane donoz var idi, onu da öldürək. O, çoxludur. Bunlar bizi doyar. Heç də. Doyurdar. Hə. Qaşıyan vurdu. Bir vuruşumuza ölər bu. Yəqin. Dən vura bildim. Hə. İndi edək baxacaq fırında. Nə qədər dəmirimiz pişdi? 8 dənə pişdi. Qəşəng. Bir dəmcə daş qıraq. Sekiz tane daşımız olsun. Deyək, kömür tapdıq. Kömür də qazaq. Pişirməyə qoyarıq. Taxtlarımız pişir orada. Burada çoxu kömür çıxır pişirməyə. İndi 10 tane kömür çıxıb burada. Bəlkə də 20 də. Bir dəfə məndə 56 tane kömür çıxmışdı belə yerlərdən. Sizə neçə tane kömür çıxıb yorumlara yazmağı unutmarsınız. Bəli, indi kömür qazırıq. Axırda baxarıq neçə tane kömürümüz olub. Yəqin 20-dən çox olmaz. Ben gedək baxaq. 22 tane qəşəng. Hörümçək var. Ben dalaşmaq istəmirəm. İndi bunu açdıq. Dəmirimizin hamısı pişdi. İndi yeməyimizi də pişirək. Donuz əti, çiğ donuz əti. Bunu pişməyə qoyduq, bir tane odun qıraq.
Buradan odunumuzu qıraq. Amacımız, bu Minecraft'da amacımız qəşəng evlər tikmək, köy hazırlamaq. Oyunu bitirmək deyil. Çünki bir daha bizə keyif alır. Evlər düzəldək. Ölməməyə çalışırıq da əsas. İndi bu da odunla bəsdir. Gedək fırınımızda bir damız yemək yeyək. Çox açmışıq. Bəli, gedək baxaq nə qədər? 5 dənə. Elədik. Yeyək. Bəli, indi çalışma masasından bir dənə dəmir qazılacaq. Özümüzün bir dənə pantolon. Yox. Bu 6'dır, bu 5'dir, bu 2'dir, bu da 2'dir. Bunu düzəltmək üçün 5 dənə arasında, bunu düzəltmək üçün 4 dənə. Bir dənə ayaqqabı düzəltdik. Sonra bir dənə pantolon düzəltdik. Ya da yox. Qalsın, bəlkə lazım var bizə. Bir dənə ayaqqabını girə taxaq. Bir dənə makas lazımdır. Makası düzəltək, gedək. Bir tanesi adı neydi? Yanından çıktı. Her şey yanından çıktı demek. Deyip bunlardan kırık. Bunlardan lazımdı ki evimizi süsleyelim. Ders seviyeler. Baxacağız nə oldu? 2.64 qəşəng bəs eləyər. İndi bu günümüz üçün bəsdir. Özümdən bir dənə kiçik lap balaca evcədir. Çünki həm də axşam olur qoyun öldürəməmişəm. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Belə balaca evcədə özümüzə. Bu günlük burada qalaq. Odunumuz çatmadı. 24 tane odun qırdıq dostlar. Tez evcərdək. Ev sayılmaz bu. Bak balaca yer çəkdik. Girək içinə. İndi yəqin siz görmürsünüz. Qıraq. İndi bura qoyaq, bura qoyaq, bura qoyaq, bura qoyaq, bura qoyaq. Bir də özümüzə balaca pəncərə kimi bir şey düzəldək. Bəli, belə bir balaca pəncərə düzəltdik. Balaca deyəndə buradan ox atanlar vura bilər deyə. Belə eləyək daha yaxşı olar. Bura açaq. Bəzi zombilər gəlməyə başladı bizi. Creeper mənə görə partiyar eləyər sonra. Bəli, evimiz belə oldu. Bugünkü gündən bəsdir. Sağ olun, görüşənədək. İkinci bölümdə salamlaşırıq. Sağ olun, görüşərik.